Gecə saatlarında baş verən yanğın nəticəsində Tağı Alıcıoğlu Qasımova məxsus 2 mərtəbəli yaşayış ev içindəki əşyalarla birgə tam yanıb. Yanğın hadisəsi Biləsuvarın Günəşli kəndində baş verib. Yanğın hadisəsi zamanı ev sahibləri evdə olmayıb. Nəticədə ümumi sahəsi 196 kvadrat metrə yaxın olan 2 mərtəbəli taxta konstruksiyalı 6 otaqlı yaşayış evi alova bürünüb. Tavandan ucalan yanğına ilk olaraq müdaxilə etmək istəyən qonşular birinci mərtəbənin pəncərəsini qırsalar da yanğının şiddətini evə daxil ola bilməyiblər. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Biləsuvar rayon yanğına mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Lakin alovun güclü olması səbəbindən ilk olaraq yanğın söndürənlərin səyi alovun ətraf ərazilərə keçməsinə yönəlib. Yanğın zamanı evin bütün hissələrindən ucalan yanğın tikilini tam bürüyüb. Yanan evdən hər hansı əşya çıxarılması belə mümkün olmayıb. Qeyd edək ki, ev sahibi Tağı Qasımov fəhlədir. Onun yaxınlarda hərbi xidmətə yol alacaq, oğlu isə ofisiant işlədiyindən o da evdə olmayıb. Hadisənin qısa elektrik qapanmasından baş verdiyi ehtimal edilir. Yanğın hadisəsi müvafiq qurumlar tərəfindən hazırda araşdırılır. Evdən çıxmışdım, zəng gəldi. Elə bir işçi üçün getmişdim. Yəni çölə işə gedirəm mən. İşçi üçün getmişdim. Zəng gəldi ki, mənə ev üzü yanır. Qayıtdım, gəldim, gördüm. Tamam, artıq yanıb da. Tamam, yuxarı, aşağı hamısı yanıb. Bir dənə evin əşyasını çıxarda bilmədim. Yandı, kül oldu elə. Yəni ki, əmoğlu yolla keçirdi. Ondan 5 dəqiqə qabaq mən keçmişdim. Hay düşdü ki, ev yanır. Qaçdım bura. Gördüm əmoğlu da buradadır. Pəncərənin qırılmağı ilə evin halovlanmağı, ondan sonra nə bilim formada. Yəni bir dənə əşya çıxarda bilmədik də. Könül Kazımova, İlqar Mustafayev, Elgiz Əbdurrəhmanlı bugün informasiya proqramı üçün.